Saatlı polis şöbəsində nələr baş verir? Xəbərə keçməmişdən əvvəl səhifələrimə zəhmət olmasa abunə olun, dəstək olun. Bu tip xəbərlərdən xəbəriniz olsun. Saatlı sakinləri iddia edir ki, Saatlı rayon şöbəsinin rəisi Hikmət Vəliyev və Cinayət Axtarış şöbəsinin rəisi olan baş leytenant Fuad Salmanov Saatlıya rəis gələndən rayonda 2 az yaşlı qızlardan istifadə edərək cəmaata zülm edir. Sakinlər iddia edir ki, Fuad Salmanov bu 2 az yaşlı qızı himayə edir. Bu 2 az yaşlı qızların əli ilə cavan oğlanları tutub onlara işgəncə verirlər. Onlara qadın paltarı geyindirib, videoya çəkir, sonra toka verir, ən azı 3000 manat pul alıb buraxır. Saatlı rayon polis şöbəsinin bu 2 az yaşlını himayə etməsini sübut edən bir video göstərəcəm. Videoya baxaq. Sən bloka, sən yenə quş deyirsən, ay gəzdə. Var yox kimsəyə taparam. Peysər götürüb dalımda danışır. Ay sən 900 sikdirmərəm, 777. Sən darıxma indi. Videoda da gördüyünüz bu 2 az yaşlı qız, birinin 17, digərinin isə 18 yaşı var. Bunlar TikTok platformasında canlı yayım edərkən hər kəsi rahatlıqla təhqir etməsi elə sübut edir ki, Saatlı polis şöbəsinin himayəsindədirlər bunlar. Buna görə bunlar barədə heç bir tədbir görülmür. Halbuki hamımız bilirik ki, bu yaxınlarda bir neçə blogeri öz canlı yayımlarında izləyiciləri təhqir etdiyinə görə bir neçəsini həbs ediblər. Bu qızlar barəsində isə heç bir tədbir görülmür. İddialara görə baş leytenant Fuad Salmanov Nardaran hadisələrində də iştirak edib. Hal-hazırda da Saatlıda dindarları tutub İran casusu adı ilə şantaj edib 5000, 10000 pulunu alıb buraxır. Sonra rəylərdə deməyin ki, polis olmasa özbaşınalıq olar. Özbaşınalığın yeşəsini elə bu polislər edir.